Bahar Festivalı çərçivəsində Naxçıvan şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının birgə təşkilatçılığı ilə nə, hardan, nə zaman intellektual oyunda təşkil edilib. Gənclərin iştirakı ilə keçirilən oyun 2 raunddan ibarət olub və 24 sualı əhatə edib. İntellektual oyunun sonunda qaliblər Naxçıvan şəhər İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə təltif olunub. Bahar Fest çərçivəsində həmçinin Yeni Era teatrının aktyorları maraqlı səhnəcik göstəriblər. Tapdım. Bu çarəni tapsa bizim Türkçe için tapar. Bizim Türkçe için çok değişilibdir. O artık o işlerin daşını atıbdır. O bizim firmanın hekimidir. Firmamızın heyvanları xəstələnəndə o sağaldır. İndi mən səni aparacağım onun yanına. O sənin dərdini tapacaq. Bayram havası çox möhtəşəm şəkildə davam eləyir və Yeni Era Uşaq və Gənclər Teatrının kollektivi olaraq ikinci gündə uşaqları əyləndirmə missiyası məhz bizə tapşırılıb. Arxa fonda gördüyünüz kimi bizim kollektivimiz uşaqlarla birgə əylənirlər. Mən inanıram ki, bu bayramda unudulmaz və yadda qalan bayramlardan biri olacaq. Bahar Fest'in 3-cü günü də maraqlı məqamlarla yadda qalıb. Rayonların mədəniyyət kollektivlərinin ifaları və rəqs nümunələri festival iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Ay qaşı gözü qara qız, eynədərdimə çarə qız. Bahar Fest çərçivəsində Naxçıvan şəhər İcra Hakimiyyətinin, Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı Şən Stadlar adlı oyun da təşkil edilir. Həsən Məmmədov, Rəşad Əkbərov, Rəşad Hüseynov, NTV Xəbər.